Hava yenə çox istidir. Amma bir tər dözürük. Bir tər dözürük. Göyə dözməyib neyniyəcək ki? Salamlar. Bu günün bazar günüdür. Bazar günü yollar boşdur deyə motosikletlə çıxdım. Həm də biraz motosiklet videoların mən belə düşünürəm ki, daha çox sevirsiniz. Ona görə çalışıram biraz daha motosiklet videoları atım. Belə çünki mənə qalsa mənə qalsa bütün gün velosiped sürərəm. Velosipedi normalda çox sevirəm, hədsiz dərəcədə. Motosiklet də sevirəm, amma bu yolun da suyun gəlib düzəltmədilər. Bu kanalizasiyadır, nədir? Buradan belə keçək, olmasa üstümüz ıslanmasın. Nə deyirdim? Velosiped həqiqətən hədsiz sevgim var. 10 ildir ki, hər gün sürürəm. Təbii ki, istisnalar var, hər gün deməyək, amma məsələn, bu günün özündə belə şəhərə düşəcəm, vaxt tapsam, yenə velosiped biraz sürəcəm. Səhər onsa sürmüşəm velosiped. Səhər üzməyə gedəndə velosipedlə gedmişdim, şase ilə. İndi şəhərdəki amma elektron velosipeddir, onu da imkan tapsam bu gün, bir saat, 2 saat sürüb o qurdumu, qurdumu öldürəcəm. Məsələn, həftədə bir gün belə motosiklet sürsəm, mənim o şeyimə bəs eləyir də, enerjimi atmağa bəs eləyir. Amma velosipedi bir gün belə sürməyəndə, məndə belə bir şey olur, narahatçılıq yaradır. Yəni, məni tanıyan hamı da bilir, hətta çox vaxt soruşurlar ki, səndə motosiklet var, niyə hər yerə velosipedlə gedirsən? Yəni, bilmirəm, hər insanın nəyəsə bir sevgisi olursa, məndə də velosiped, velosipedimə çəkdiyim xərcə görə, məsəl üçün, heç vaxt şey olmamışam. Fikrim o pulda qalmayıb. Əksinə, sevinmişəm o pulu xərcləyəndə. O bir insan övladına pul xərcləyəndə necə ürəyinə xərcləyirsə, mən də öz velosipedimə pul xərcləyəndə elə ürəyinə xərcləyirəm. Uzaq məsafə sürüşləri açığı o qədər sevmirəm. Yəni, maksimum dərəcədə çalışıram ki, turlara falan çıxmayayım. Adam var ki, məsələn, sırf turları sevir, mən yox. Mən şəhər içi sürüş, şəhər içində sürüm, maşınların içərisi ilə, yollarda, insanların içi ilə, elə. Yəni, nəqliyyatda deyim də, belə deyim, daha doğru olsun. Nəqliyyatda sürməyi daha çox sevirəm. Məsələn, normalda velosipedçilər podyumlar sevmir, yoxuşlar sevmir. Mən onu belə sevirəm, yəni. Podyum qalxmağın öz ayrı ləzzəti olur. Ümumiyyətlə, velosiped sürən adam ekonomik adam olur. Nətər, indi izah eləyəcəm. Baxın, məsəl üçün, maşın və ya motosiklet sürən adam, məsələn, mən gəlirəm, düz baxıram, svetoforun yanında riski tormuz verirəm və dayanıram. Bu, təbii ki, benzinin daha çox işlənməsinə səbəb olur. Normalda velosipedçi heç vaxt belə eləmir. Velosipedçi, yəni, pedallayım, riski şeyə çatanda, bu nə qarır? Riski svitofora çatanda tormuz verim eləməz heç vaxt. Çünki onun o enerjisi daxı, o öz bədəni ilə o enerjini yığır. Yəni, əlavə enerji itirir hər dəfə bunu eləyəndə. Yəni, benzini getmir, onun bədəninin enerjisi gedir. Ona görə velosiped sürən adam müəyyən müddət keçdikcə daha çox nəqliyyat vasitəsini ekonomik idarə etməyi öyrənir və gələcəkdə də və yaxud da ki, yanaşı olaraq da əgər başqa bir maşın və yaxud da ki, motosiklet sürürsə də, onu da həmçinin eyni şəkildə daha ekonomik idarə etməyə başlayır. Onda vərdiş yaradır çünki velosiped. Ona görə mən həmişə deyirəm ki, velosiped sürmək həmişə yanaşı olaraq daha yaxşıdır. Deməli, mənim bir dostum var, Peyman. O özü də fitnesslə bağlı videolar çəkir. Deyir, indi gəl, bəs ortaq videolar çəkək. Valla mən də indi fikirləşirəm bayaqdan ki, nə ortaq, nə çəkə bilərik ki, həm onun kanalına uyğun olsun, həm mənim. Amma çalışacağıq, bir neçə video gəlsin ortaq. Hətta alınsa, niyə də davamlı olmasın. Yəni ki, ola bilər yaxın günlərdə Peymanın kanalı ilə yeni videolar gəlsin. Sadəcə hələ ki, götür-qoy eləyirik ki, maraqlı bir şey alınsın, maraqlı bir video olsun. Necə bir şey olsa, siz
izləyənlərə də maraqlı olar. Nə bilim, kamp videosu ola bilər və yaxud da indi yayda da yaya uyğun bir şey fikirləşməyə çalışıram. Peyman deyir, yeyib içməklə bağlı bir video olsun və yaxud da fitnesslə bağlı bir video olsun. Görək, inşallah çalışacağıq izləyicini də sıxmayan bir video olsun. Həm də 2 nəfərlə video daha maraqlı olur. Xüsusilə də əgər 2 nəfər də YouTube kontenti hazırlayırsa, ikisi də belə deyim də düşüncəsi uyuşur da, az da olsa, nəyin izləyiciyə daha maraqlı olduğunu və ya ətraf araşdırması falan eləyir deyə bilir ki, nə videolar çəkmək olar. İndi biz də biraz baş sındırırıq, görək, maraqlı şeylər gəlsin. Niyəsə Azərbaycanda bu cür kontentlər hazırlanmır. Ümumiyyətlə Azərbaycanda YouTube demək olar ki, mən öz fikrimi deyirəm, yox kimi bir şeydir. Sadəcə böyük şirkətlər tərəfindən maliyyələşən, böyük şirkətlərin, onlar da mən deyərdim bəziləri hətta dövlət tərəfindən maliyyələşir. Bunlar davamlı məhsul, kontent hazırlayır. Amma məsələn Fəridin özü, Fərid Pərdəşünas var. Məsələn Fərid özü də mən uzun illərdir izlədiyim texnologiya blogerlik eləyir. Hətta xarici ölkələri falan gedir və işini böyüdü və yəni davamlı məhsul yaradan və artıq öz şirkəti var təbii ki, blogerlərdən biridir. Amma Azərbaycanda onun kimi azdır adam. Harunun özü uzun müddətdir ki, bu işin içindədir və kontent hazırlayır. Məsələn mən 2017-dən yanlış xatırlamıramsa YouTube'un içindəyəm. Amma fasilə verdiyimə görə, yəni mən belə özümə davamlı bir YouTuber deyə bilmərəm. Yavaş-yavaş gələrsən, deyərsən. Bunlar baxmırlar. Bir də görsən. Ümumiyyətlə, YouTube'dan yəni, əgər səni tam qane eləyəcək gəlir yoxdursa, misal üçün, yəni, sən özünü tam YouTube'la dolandıra bilmirsənsə, çəkdiyin videolarla dolandıra bilmirsənsə, və yaxud da ki, ən azından yüksək məbləğlər əldə eləmirsən və yaxud da ki, ən azından artan məbləğlər, məsələn, keçən il sənin qazancın, keçən il qazancın artmalıdır da. Elə bir şey olanda insan daha həvəsli olur. Ən azından bilirsən ki, artan bir qazanca sahibsən və daha çox çalışdıqda daha çox qazanırsan. Amma belə olmayanda gəldik, çatdıq bu arada, çox da danışdıq. Bina 1 blok 3. Amma belə olmayan halda artıq həvəsdən düşürsən, müəyyən müddət həvəsə gəlirsən, çəkirsən, 1 ay falan, ondan sonra 1 ayın içində 4 dənə video, 3 dənə video, daha sonra həvəsdən də nə olur, düşürsən. Ona görə yəni bu işə başlayanlara da məsləhətim odur ki, tələsməyin, götür qoy çox eləyin ki, anlıq həvəsə düşüb başlayanların 99%-i yəni bu işi yekunlaşdırırlar.